Selam əziz dostlar, hər vaxtınız xeyir olsun, Noruz bayramımızda mübarək olsun, Allah gələn günlərimizi xeyir və bərəkətli eləsin. Bir dənə şeir var idi rəhmətli Əliyağa Vahiddən, oxuyuram tamam Türk milliyyətinin sağlığına, tamam Azərbaycanın sağlığına, tamam Timədaşlıların sağlığına. Sövməyən öz yurdunu divanədir, sövgülüm eşq olmasa varlıq bütün əfsanədir. Eşqdən məhrum olan insanlığa biganədir. Sövgüdür, yalnız mühəbbətdir, həyatın cövhəri, bir könül ki eşq zovqun doymasa qəmxanədir. Mən əsiri eşqiyəm, öz xalqımın, öz yurdumun, sövməyən öz xalqını, öz yurdunu divanədir. Qoy vətən daim işıqlansın gözəl bir şəm itək. Könlüm ol şəmin ziyası, seyrədən pərvanədir. Nazənin rəna gözəllərdir, baxırsan hər yana. Bəs bu torpaq indi bir cənnətdəyir, aya nədir? Ölkəmizdə gör nələr var, başqa bir aləmdik. Ölkəmizdə gör nələr var, başqa bir aləmdik. Hər çiçək bir nazənin, hər qunçə bir cananədir. Vahidəm mən, sövgülüm məndən xəyanət görməsən. Şairəm, eşqim də öz qəlbim kimi mərdanədir. Şairin ruhi şad, sizə də can sağlığı arz edirəm. Sağ olasınız, şad yaşayasınız.